İnsani münasibətlər çox önəmlidir. İnsanın xasiyyəti çox önəmlidir. Xasiyyət toqquşması olmamalıdır da. Bir də yəni deyirsiniz ki, düşdüyü yerdən asılıdır da. Tutaq ki, düşdüyü yerdə menecmentin idarə etmə strukturası bu formadadırsa, gərək ona uyğunlaşsın. Bəli, 100%. Həmin əməkdaş ya xarakteri dəyişkən xarakteri deyilsə, ya məcburdan da iş yerini dəyişsin, ya da ki, özün Bütün dəyişsin. menecmentlə bağlı, idarə etməklə bağlı təlimlərdən bunu deyirlər ki, məsələn bir qayda var ki, məsələn mail vasitəsindən siz əsas sorğu verməlisiniz və yaxud da nə bilim, məsələn mənim menecerim var. Mən menecerimdən nəsə bir şey istəyirəm, maillə yazıram ondan və görürəm ki, cavab gəlmir. Düz yol nədir? Maildir də, düzdür. Amma mənim müdirim maillə işləməyi sevmir məsələn. O WhatsApp-la xoşlayır ki, WhatsApp-la yazım. Və yaxud elə müdir ola bilər ki, deyir ki, mən məsələn harasa gedirəm, yol üstü gəl, məsələn hansısa bir idarəyə gedir, gəl məndən bir də yanımda danış. Belə sevir. Yəni siz müdir hansı tipdə işləməyi sevirsə, ona uyğunlaşmalısınız. Ya uyğunlaşmalısınız ya da ki, sizin tipində işləyən müdir tapmalısınız da, yəni. Bu başqa yol yoxdur. Yəni bütün idarə etmə təlimlərində deyilən şey tam olaraq budur. Yəni mən düz bildiyim budur da. Düz bildiyim budur ki, mail yazmalıyam, maillə cavab görməliyəm. Amma mənim müdirim belə işləməyi sevmirsə, mən düzəm deyib sonuna kimi gedim, dava salım, dalaşım. Yəni heç nə əldə edə bilməyəcəksiniz də, yəni ya dalaşacaqsınız burada, gedib nə bilim müdirdən şikayət edəcəksiniz ki, bu mən mail yazıram, mənim mailimə cavab vermir. Yəni bu yolla da yəni nə bilim hara gedə bilərsiniz ki? Ya müdirə öyrəşməlisiniz, ya da öyrəşə bilmirsinizsə başqa bir yerə getməlisiniz.